Hamı deyir ki, çox oxu, gecə-gündüz test işlə. Amma niyə bəziləri 10 saat oxuyub aşağı bal topladığı halda, bəziləri 5 saat oxuyub zirvədə olur? Fərq zəkada deyil, metoddadır. Bu gün sizə imtahan hazırlığında oyunun qaydalarını dəyişəcək 10 qızıl qaydanı izah edəcəm. Hazırsınızsa, başlayaq. Mövzuların siyahısını çıxar. Etməli olduğunuz ilk iş bir A4 götürərək hər hansı bir fənnin bütün mövzularını ardıcıl bir şəkildə burada qeyd etməkdir. Çətinlik çəkdiyim mövzuları xüsusi işarələyin və həmin mövzuların təkrarına nisbətən daha çox vaxt ayırın. Plan qur. Oxumalı olduğum mövzuların siyahısını çıxartdıqdan sonra mövzuları həftələrə və hətta günlərə böl və həmin mövzunu neçə saat ayıracağını qeyd et. Yəni, bir həftə ərzində hansı mövzuları bitirməli olduğunu dəqiqləşdir. Məsələn, bir həftə ərzində 5 mövzu bitirməlisənsə, bunu daha da xırdalasaq, günə bir mövzu ayırsaq, həftənin ilk 5 günündə 5 mövzunu bitirmiş olur. Şənbə gününü öyrəndiklərimizin təkrarına ayırır. Bazar gününü isə mümkündürsə sınaq imtahanlarında müxtəlif testlərlə öyrəndiklərinizi daha da möhkəmləndirə bilərsiniz. Əlbəttə, qeyd etdiklərim sadəcə bir nümunədir və bunu siz öz qrafikinizə uyğun tənzimləyə bilərsiniz. Cədvəl qur. Həftəlik plan qurulduqdan sonra, yəni həftə və onun günləri ərzində hansı mövzuları öyrənəcəyinizi dəqiqləşdirmisinizsə, bunu bir cədvəl formasına salın. Hətta hər günə uyğun bir cədvəl təyin edin. Məsələn, A mövzusunu saat 10-dan 11 saat 30 dəqiqəyə qədər bitməlidir. Araya çay fasiləsi də salmağı unutmayın. Ümumilikdə mümkün qədər cədvəliniz tam dəqiq və detallı olmalıdır. Bu sizin davamiyyətiniz üçün önəmlidir. Bu yolla ortalama neçə saat dərs çalışdığınızı və qarşıdakı zamanlarda təkrar etmək istədikdə təxmini bir mövzuya nə qədər zaman ayırmağın daha doğru olacağını ölçə biləcəksiniz. Qeydlər götür. Özün üçün kiçik bir qeyd dəftəri tut, çünki bu sənə olduqca çox kömək olacaq. Dərsləri oxuyarkən, qaydaları öyrənərkən özün üçün həmin mövzudan ən önəmli hissələri qeyd dəftərinə yaz. Amma bunu edərkən diqqətli ol, çünki adı üstündə qeyd dəftəridir. Bu kitabdan olduğu kimi köçürtmə. Daha lokanik və aydın formada özün üçün qeyd apar. Bu həm də sənə irəliləyən zamanlarda həmin mövzunu təkrarladıqda qeyd dəftərinə baxaraq xatırlamağında köməklik göstərəcək. Test et. Bunu yəqin ki, çox eşitmisən, amma biz yenə də vurğulayaq. Çünki həqiqətən test işləmək olduqca önəmlidir. Hər hansı bir mövzunu oxuduqdan sonra həmin mövzu üzrə mütləq test işləyin. Bu sənə öyrəndiklərinin test formasında necə qarşına çıxacağını əyani şəkildə göstərəcək və səndə praktika formalaşdıracaq. Həm də biz testlər işləyərək bildiklərimizi daha da gücləndirir, bilmədiklərimizi öyrənirik. Yəni, testləri işləyərkən səhv etməkdən qorxma. Çünki hər səhv cavabımızdan yeni nələrsə öyrənə bilərik. Öz dərs metodunu hazırla. Planını qurub ona uyğun cədvəli hazırlamısansa, bu plana uyğun hansı metoddan istifadə edəcəyini də yəqin ki, fikirləşmisən. Gündəlik fəaliyyətlər hər kəsdə fərqli olduğu üçün yaxşı olar ki, özünə xas bir metod təyin edəsən. Əgər bunda çətinlik çəkirsənsə, sənə o halda Pomodoro, Feynman və flashcard metodlar sənin üçün faydalı ola bilər. Bu metodlarla bağlı ayrı-ayrılıqda videolarda hazırlamağımızı istəyirsənsə, rəylərdə hansı metodu istədiyini qeyd et. Kiçik hədəflər qur. Məsələn, bugün 2 saat riyaziyyat fənni üzrə trigonometriya mövzusundan testlər işləyəcəksən. Bu müddət ərzində bütün diqqətini bura versən, 2 saat bitdikdən sonra neçə dəqiqəlik fasilə verəcəksənsə, həmin fasilədə ən sevdiyin məşğuliyyətlərlə məşğul ol və ya ən sevdiyin şirniyyatla özünü mükafatlandır. Bu səni daha da həvəsləndirə bilər və ruhdan düşməyivin qarşısını alar. Həftə sonu özünü yoxla. Həftə bitdikdə, həftə ərzində etdiklərini gözdən keçir. Plana sadiq qalıb qalmadığını yoxla. Və mümkünsə, həftə sonu istər onlayn, istərsə də ənənəvi formada, artıq sənə hansı daha rahatsa, həkmin formatda keçirilən sınaq imtahanlarına qoşul. Yuxu və istirahət saatları. Daha çox çalışmaq həmişə uğurlu olmaya bilər. Sizi də anlayıram. Motivasiya videolarında və ya uğur qazanmış insanların bunu necə etdiklərini soruşduqda dedikləri ilk cümlə daha çox çalış olur adətən. Amma əslində bu cümləyə biraz düzəliş etmək lazımdır. Məsələn, düzgün şəkildə daha çox çalış olsa tam doğru olar.
Çünki bəzən gün ərzində 10 saat dərs oxuyan bir şagirdin nəticələri sadəcə 5 saat çalışan birinin nəticəsindən aşağı ola bilər. O baxımdan nə qədər zaman ayırmağından daha çox, ayırdığın zamanı nə qədər keyfiyyətli istifadə etdiyin olduqca önəmlidir. Daha keyfiyyətli çalışa bilmək üçün isə yuxunuza və istirahət saatlarınıza xüsusi diqqət edin. Çünki bizlər də insanıq və təbii olaraq yorula bilərik. Yorulduqda isə öyrənməli olduğumuz bir məlumatı normaldakı haldan daha gec öyrənir və daha çox vaxt sərf edirik. Yanlış anlaşılma olmasın, mən gündə 2 saat çalışın demirəm. Dərs oxumağa və ya test işləməyə nə qədər vaxt ayıracağınız tamamilə sizə qalıb. Mən sadəcə bu mərhələdə yuxunun, fiziki və zehni yorğunluğun nə qədər təsirli ola bildiyini vurğulamağa çalışıram. Nə də olsa, heç bir şey sizin sağlamlığınızdan önəmli deyil. 9 maddədən ibarət bu tövsiyələrə 10-cunu da sən əlavə et. Rəylərdə tövsiyəni bizlərlə paylaş.